biraz yakındır. Yok, elə. Biraz uzun bazı bir saçısı birisi olur. Yok. Bildiğim gibi, başa düştüm, narahat olma. Sen olmayan şey yuxuna girə bilər, olmayan şey. Komiser orada soruyor. Hardadır senin arvadın, hardadır senin arvadın, buldum yuxuda. Hiç, ne yaxşı yuxuda. Ceyhun. Ara üzerinde olan kim Mədinə? Yadımda da o vaxtı Tiflisdə teatr var idi. Tiflis Dövlət Azərbaycan Dram Teatrı, orada məşhur aktyorlar var idi. Gürcüstanın xalq artisti İbrahim İsfahanlı, əməkdar artist Abbas Qurbanov. İlk dəfə mən kəndimizdə bir klub var idi. Torpağın səhnə var idi, amma polo yox idi. Yəni torpağın üstündə başımı anamın dizinin üstə qoyub mən ilk dəfə teatr o vaxt görmüşəm. Və teatra baxa-baxa da yuxulamışam. Gürcüstanda belə bir kənd var, Faxralı. Nasıl ki, o Faxralı çox böyük dahilər yetişdirib, elm adamları yetişdirib, sənət adamları yetişdirib. Elə mən götürəndə mənim babam Borçalıda ən güclü aşıqlardan biri olub. Aşıq Hasən deyiblər ona. Bugün onun adını mən daşıyıram. Atam da aşıq olubdu. Evdə biz 8 uşaq, 4 bacı, 4 qardaş. Demək olar ki, hamısı incəsənətə vurğun insanlardır. Onlardan sadəcə olaraq mən bu sənətin, yəni incəsənətin dalınca getdim və artıq 40 ildir mən incəsənət sahəsində çalışıram. Ceyhun baxıyor, hamısı yerindədir. Merhaba, bunların üstünü kimsə sahnesini soruyor. Orta məktəbdə oxuyanda demək olar ki, məktəbdə olan dram dərnəyində həmişə baş rollar oynayırdım. Orta məktəbi qutardım, gəldim Bakıya. Bakı Kitabxanaçılıq Texnikum Mədəni Maarif şöbəsinin qəbul olundum. Deməli, Mədəni Maarif şöbəsində oxuyub hərbi xidmətə çağırıldım və hərbi xidmətə də boş dayanmadım. Orada bir könül vokal instrumental ansamblı yaratdım. O vaxt deməli, SSR Əskər Festivalı laureat adına layiq görüldüm. Haqqımda orada 10 dəqiqəlik sənətli film çəkildi o vaxtlara. O, hələ ki, mənim evimdə o yadigar olaraq qalır. Hərbi xidmətdən qayıtdıqdan sonra gəldim yenə Kitabxanaçılıq Texnikumunda təhsilimi davam elətdirdim və oranı fərqlənmə diplomu ilə bitirərək təyinatla Gürcüstana qayıtdım. Və Bolnisi rayonunda mən ilk dəfə Bədii Təşviqat Briqadasının rəhbəri vəzifəsində işlədim. Orada yenə dram dərnəyi yaratdım, ansambl yaratdım, uzun müddət fəaliyyət göstərdi ansambl. 100% əminəm ki, arvadın aşağısında da yoxdur. Ola bilər. Mən prefektura sizin özünüzü təqdim edirəm. Onlara
yaradıcılıq elədir ki, o dar çərçivəyə sığmır. Yəni o məkanda yəni o milli mədəniyyət, milli mənsubiyyət, milli incəsənəti öz biraz elə bir ki, ora sığa bilmirsən və üst tutdum Bakı şəhərinə. Və 1990-cı ildə mən o vaxt İrəvan Azərbaycan Dövlət Dram Teatrı Bakıdaydı. Məni orada sərəncamçı direktor vəzifəsinə dəvət etdilər. Mən 3 il o teatrda sərəncamçı direktor vəzifəsində işlədim. Yəni bu vəzifədə işləmək elədi ki, mən artıq gənclik illərimdə Bonisi deməli kənd mədəniyyət evinin direktoru, ondan sonra Marnol şəhər mədəniyyət evinin bədii rəhbəri. Bir çox vəzifələrdə işlədiyim üçün, yəni bu sərəncamçı direktor işləmək mənim üçün o qədər də çətin olmadı. 3 il işlədikdən sonra bir gün dostlarımdan Sərvər Əliyev dedi ki, bəs Dövlət Gənclər Teatrında sərəncamçı direktor yeri boşdur. Sövnə Atakişiyev yaxşı, bacarıqlı bir adam axtarır. Mən də o vaxt Hüseyin Atakişiyevlə elə belə yəni tanış deyildim, şəxsi münasibətlərimiz yox idi. Getdim onunla söhbət elədim. İlk görüşdən böyük məmnuniyyətlə razılıq verdi və 1994-cü ildən mən o teatrda sərəncamçı direktor vəzifəsində işləməyə başladım. Ona qədər deməli bu teatr Gənclər Teatrı olaraq Komsomolun nəzdində idi. 1993-cü ildə Nazirlər Kabinetinin qərarı ilə teatra dövlət statusu verildi və o vaxtdan Dövlət Gənclər Teatrı olaraq fəaliyyətə başladı. İşlədiyim bu dövrdə, yəni Hüseyin Atakişiyevin rəhmətə getdiyi 2006-cı il aprelin 9-una qədər mən orada sərəncamçı direktor vəzifəsində işlədim. Və həyatımın ən gözəl günləri, ən gözəl anları məhz bu teatrda keçib. Mən çox şeylər bu teatrda öyrəndim. Yaradıcılığı da, rəhbərliyin icra işlərində. Yəni teatra aid, teatr texniki sahəni, nə ki var hamısını mən bu teatrda öyrəndim. Çünki nəyə görə? O vaxt teatr aktyor evi deyilən bir yerdə yerləşirdi. Orada da binasız, yəni kirayədə idi. Təbii ki, təmənnasız kirayədə yerləşirdi. Ancaq texniki avadanlıq baxımından teatr çox zəif idi. Ona görə də bəzən fəhlə çatışmırdı. Bu dəfələrlə olub ki, Hüseyin Atakişiyevlə biz çiynimizdə ağır o stanok deyirlər. Onları məsələn səhnənin quruluşuna hazırlamışıq, tamaşanın dekorasiyasını hazırlamışıq. Yəni bu əzablı günlərin nəticəsidir ki, mən bugün yəni bu teatr sahəsində biraz belə şey olmasın, yəni bilirəm. Yani sen tutulandan sonra Mən tutarsan çalışan her şey hadiseler sen tekrar bulundun. Sana buraya birine Hazırsınız məşqi çəkəcəksiniz də. Bəli, nə bilim ki, 2006-cı ildə Hüseyin Atakişiyev rəhmətə gedəndən sonra artıq mən teatrda direktor vəzifəsində qaldım. O vaxt bilirsiniz də, teatrda həm bədii rəhbər var idi, bədii rəhbər direktor, həm də sərəncamçı direktor. Deməli, o vaxt elə bir teatr islahatları yeni başlayırdı və ona görə də bədii rəhbəri götürdülər və teatrda oldu direktor, baş rejissor. Ona görə də mən o teatra direktor təyin olundum. Baş rejissor isə, əgər tanırsınızsa, Kukla Teatrında işləyirdi Rəhmən Əlizadə. O teatra baş rejissor oldu. Və biz 3 ildə 18 tamaşa hazırladıq. Yəni bizim Gənclər Teatrının özünün xüsusi repertuarı vardı. Heç bir teatrın repertuarına bənzəmirdi. Hüseyin Atakişiyevin öz xətti var idi, öz məktəbi var idi. Bəli, bax bu gün də onun məktəbi hiss olunur. Yəni artıq teatr islahatları 2009-cu il deməli Azərbaycanda teatrın islahatlarının keçirilməsi ilə əlaqədar deməli Nazirlər Kabinetinin qərarı ilə 3 teatr birləşdi. Yəni Dövlət Gənclər Teatrı, Bakı Kamera Teatrı, Gənc Tamaşaçılar Teatrının bazasında bu 3 teatr birləşdi. Və mən bu teatrda deməli teatrın direktor müavini vəzifəsində işlədim. İl yarım orada işlədikdən sonra nəhayət məni təklif elədilər ki, Mingəçevir Dövlət Dram Teatrına direktor vəzifəsinə. Mən vaxt aldım, biraz fikirləşdim.
yəni Mingəçevirdə mən teatrla o qədər məlumatım yox idi. Yəni arada bilirdim ki, məsələn, tamaşalar, belə tamaşaları olunur. Bir də Zülfüqar Abbasov var, başlayırsın. Yəni yaradıcılıqla az da olsa tanış idim. Biraz da sonra, bu söhbətdən sonra biraz da elə bil ki, informasiya yığdım teatr haqqında və hiss elədim ki, çox çətin bir yerə gedirəm. Bəli, mən bilərəkdən bu ağır yükü götürdüm çiynimə. Rasim müəllim, sizin çıxışınız var. Ona görə də böyük məmnuniyyətlə mən Mingəçevirə gəlməyi razılıq verdim və gələn gündən də kollektiv sağ olsun. Çox məni qarşıladılar, yaxşı və hal-hazırda artıq 3 aya yaxındır mən bu teatrda çalışıram. Teatrın əvvəlini götürsək, yəni bu teatrda çoxlu işlər görülməlidir. Hal-hazırda bina, yeni binanın əsaslı təmiri gedir. Çox belə intizarla mən də, bütün kollektiv də o binanın açılmasını gözləyirik ki, biz orada işimizi daha yüksək səviyyədə quraq. Təbii ki, işi yüksək səviyyədə qurmaq üçün teatrın maddi imkanları da olmalıdır. Ona görə də mən bura gələndə artıq deməli mənə dedilər ki, ora gedən kimi artıq sənə 2 dənə dövlət sifarişi verəcək ki, teatrın bazasını yarada biləsiniz. Artıq 2011-ci ildə biz artıq deməli 2011-in repertuar planını vermişik və o repertuar planında 2 dənə dövlət sifarişi biz təklif eləmişik. Bunlar deməli Noda Dombadzenin, mən, nənəm İliko İlarion və ikinci isə Axundovun, Mirzə Fətəli Axundovun 200 illiyinə həsr olunacaq deməli, Axundovun komediyalarından kollaj. Belə, bunda teatrın baş rejissoru Günay Səttarova tamaşaya hazırlayacaq. Və eyni zamanda biz tək belə bununla oturmayacaq. Yəni, teatr 4 tamaşa ilə təbii ki, həm yaradıcılıq baxımından, həm belə o bugünkü yəni şəhərin az sayılı olmasından təsəvvür edir ki, biz ayda heç olmasa 2 aydan bir premyer oynamalıyıq. Ona görə biz plandan kənar tamaşaları nəzərdə tutmuşuq ki, yəni tamaşaçı hər dəfə yeni bir şey görsün. Buyurun istəyir. Böyük həvəs. Komissar getdi. Yox hələ, barda polisdə tutulur. Siz stəkanı gələ pişirirdiniz. O qonaqlara qarşı çox səxavətlidir. Bəli, Sizə. mən öz viski stəkanı ona verdim. Viskini içdiniz. Bəli. Nəsə? Səhnə zaldan 1 metr hündürlükdədir. Yəni teatrın vəzifəsi nədir? Tamaşaçını öz arxasınca aparmaq. Tamaşaçı teatrı arxasınca aparsa, o teatr məhv olmalıdır. Ona görə belə yüksək ideyalarla yaşayırıq. Yəni, çox az bir vaxtda, yəqin ki, mart ayında, martın əvvəli, aprelin sonu artıq biz öz binamızda fəaliyyətə başlayacağıq. Yaxşı, 3 illik hətta belə deyim ki, 3 il ərzində görəcəyimiz işlərin artıq planları var, biz nə etməliyik. Eyni zamanda bina açılan kimi orada 2 illik teatr studiya yaradılacaq. Yəni biz ora gəncləri dəvət edəcəyik ki, onlar orada 2 il oxuyub, təhsil alsınlar və teatra aktyor vəzifəsilə götürülsünlər. Eyni zamanda bura biz deməli studiya Bakıdan, xaricdən ixtisaslı müəllimlər, kadrlar cəlb ediləcək ki, onlar gəlsinlər, burada oxuyanlara dərs etsinlər. Yaxşı, yaxşı. Oldu, baş üstə. Sağ olun, sağ olun. Çox sağ olun, müqəddəs ata. Yaxşı ki, zəng etdiniz. Polis komisarı gələr və mən
Deməli, mən bayaq qeyd elədiyim kimi, mən artıq 4-cü professional teatrdır ki, yəni rəhbər vəzifədə işləyirəm. Yəni işlədiyim bu 4 teatrda hər birinin öz atmosferası var, hər birinin öz yaradıcılıq yolu var, hər birinin öz truppası var. Təbii ki, bunlar fərqlidirlər. İrəvan teatrı, o da qocaman bir teatrdır, hardasa 125-130 ilə tarixi malik olan bir teatrdır. Təbii ki, İrəvan teatrı bura gələndə çox az sayda aktyorlar gəlmişdi. Hardasa bir 10-12 nəfər. Digər aktyorlar isə Bakıda olan, yəni işi olmayan aktyorlardan yığıldı və truppa düzəldi. Təbii ki, burada da teatrın öz binası olmayıb. Stasiolarda az tamaşalar olmayıb. Əsasən təkər üstə, səyyar tamaşalar. Bilirsiniz ki, səyyar tamaşalarda da yaradıcılıq inkişaf ediləmir. Yəni, ancaq təkər üstündə gedib orada dekorasiya dəyişir. Artıq burada məsələ bu dekorasiyadan istifadə eləmək yerdardır, orada bundan istifadə elə. Yəni, yaradıcılığa mane olur. Amma mən gəldim Gənclər Teatrına. Gənclər Teatrına düzdür, uzun bir yol keçdim, hardasa bir 14 il. Təbii ki, bu Gənclər Teatrı adı Gənclər olmasına baxmayaraq, o bir məktəb idi. Nəinki mənim üçün, orada aktyorlar üçün. Təsəvvür edin ki, orada aktyorlar 2-ci kursa artıq Hüseyin Atakişev onları işə götürürdü. Həm institutda dərs keçirdilər, həm də teatrda. Ona görə Gənclər Teatrının bütün aktyorlarına deməli professional demək olar. Onlar doğrudan da professional idi. Təsəvvür edin ki, teatr Şekspirə 4 dəfə müraciət elədi. Hamlet, Macbeth, Yay gecəsində yuxu. Bax, o teatr tamam başqa bir teatr. İndi çox heyf ki, bu teatr bağlandı. O teatrın gözəl gələcəyi var idi. Bir də ki, Hüseyin Atakişev rəhmətə getdi. Təbii ki, onun öz gələcəyi görmə xüsusiyyətləri var idi. Məsələn, o bilirdi ki, 5 ildən sonra nəyi olacaq? 3 ildən sonra nəyi olacaq? Ona görə də o aktyorlar həsrətlə gözləyirdilər ki, məsələn, 2 ildən sonra biz götürək belə ki, Hamlet oynayacaq. Artıq onlarda o hazırlıq prosesi başlayırdı. Amma digər teatrlarda bu, Gənclər Teatrını fərqləndirən yeganə cəhət budur. Yəni, Hüseyin Atakişev teatrı yaratdı, Hüseyin Atakişev rəhmətə getdi, teatrda yaratdı. Yəni, bir rejissorun teatrı. Ümumiyyətlə, mən bu piyes hazırlananda o dublyor deyirlər də, əvəz edici. Məsələn, onları mən əldə etməyəm. Əgər obrazı bir adam yaradırsa, axıra qədər də o yaratmalıdır. Çünki nəyə görə? Tamaşaçı hər dəfə, 2 dəfə tamaşaçı olur ki, məsələn, o qədər tamaşa xoşuna gəlir ki, 2 dəfə, 3 dəfə, bəzən 4 dəfə baxır. Məsələn, gəlir birinci gördüyü adama, ikinci dəfə orada görəndə artıq o tamaşa ona həminki təsiri bağışlamır. Deyir ki, o ondan yaxşı olmalıdır. İndi gəldim Mingəçevirə. Artıq Mingəçevirdə, bu da bilirsiniz, yaxşı aktyorlar olubdur. Artıq onlar yaşa dolubdur. Təsəvvür edin ki, bugün burada 40 yaşından aşağı, yəni cavan aktyorların sayı 2 ya 3 nəfərdir. Yəni, əksəriyyəti 40 yaşından yuxarı. Bunların deməli piyes seçəndə bilirsiniz ki, əksər piyeslərdə gənclər, cavanlar var. Piyes seçəndə bunlarda bu artıq belə qalırsan, belə ki, hansı tamaşanı qurasan ki, bunlarla bu tamaşanı hazırlayırsan, hansı piyesə müraciət edirsən. Ona görə bu baxımdan gələn kimi elə ilk günlərdən artıq 3 nəfər gənc qadir burada çalışır. Yəni, mən onları müvəqqəti olaraq müqavilə yolundan işə qəbul edilmişəm. Eyni zamanda fikrimiz var, fikrimiz yox. Bu tam, yəni ki, 2011-ci ildə yerini alacaq. Bakıdan, eyni zamanda digər teatrlardan,
populyar aktyorları dəvət edək. Onlar burada tamaşalar olunacaq. Yaşlı nəsil aktyorları, təbii ki, bunlar vaxtilə teatr saxlayanlardır. İndiyənə kimi mən həmişə onların üzərinə deyirəm, çox sağ olsunlar ki, onlar indiyənə qədər bu teatrı qoruyub saxlayıb. Sadəcə olaraq bunların, həmişə onları mən günahlandırıram, bunlar gələn cavanları öyrəşdirməyiblər teatra. Teatrda bilirsiniz, bir xəstələnmək var. Bunlar o insanları xəstələndirməyiblər. Gəliblər, ya nəsə xoşlarına gəlib, üst tutub çıxıb gediblər. Ona görə bugün bu teatr gənc kadrların üzünə həsrətdir. Biz çalışırıq ki, bu gənc kadrları cəlb eləyək ki, gələcəkdə bizim işimizə, görəcəyimiz işlərimizə bizə köməklik göstərsin. Bir də burada tamaşaçı problemidir. Mən hardasa təxminən insanlarla söhbət edirəm. Belə qənaətə gəlirəm ki, artıq 10 ildir bunlar bu teatr tamaşaçısını itiribdir. Yəni itiribdir. Burada yəqin ya tamaşaların səviyyəsi mi deyim, aktyor oynayım deyim. Yəni bunlar inkişafda olmuyorlar. Yəni hardasa yaddan çıxmış, unudulmuş bir teatrdır bura. Bəs bugün yenə deyirəm, gəlmişəm, başlayısı da gəlib. Biz böyük amallarla gəlmişik ki, bu teatrın biz sədasını nəinki Azərbaycandan, hətta Azərbaycanın hüdudlarından kənarda biz bu teatrın adının səslənməsini istəyirik. Həmişə deyirlər ki, əyalət teatrı. Şəxsən mən bu sözü özüm üçün, yəni özümə aid bu sözü mən qəbul edirəm. Teatr teatrdır. Onun nə əyaləti var, nə mərkəzi var.